Allah'ın xoşu gəlir, bəndəsini bir halda görsün ki, halal ruzu qazanmaq üçün zəhmət çəkir. Zəhmət çəkir, özünü ora-bura vurur. O halda bəndəsini görməkdən xoşu gəlir. O ana xüsusi məhəbbəti var, o cür görmək istəyir. Sevə-sevə baxır. Allah sevə-sevə baxır deyəndə, yəni nə qədər neymət verir. Bir adam öz halal zəhməti ilə ruzu qazanır. Məsələn, hədis oxuyuram sizin üçün. Allah ona nə verir? Buyurur ki, o insan Sirat körpüsündən ildırım sürəti ilə keçər. Nə üçün? Qarnına çörək yiyib, zəhməti ilə qazanıb, oturub çörək yiyib. Allah'ın xoşu gəlir, bəndəsini bir halda görsün ki, halal ruzu qazanmaq üçün zəhmət çəkir. Zəhmət çəkir, özünü ora-bura vurur. O halda bəndəsini görməkdən xoşu gəlir. O ana xüsusi məhəbbəti var, o cür görmək istəyir. Sevə-sevə baxır. Allah sevə-sevə baxır deyəndə, yəni nə qədər neymət verir. Bir adam